Herkese selam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bu günləri sizlərə toyuq xəstəliklərinə qarşı nə etmək lazımdır? Toyuqlarınızı xəstəliklərdən, ümumiyyətlə qanadı sinfi saxladığınız heyvanları xəstəliklərdən necə qorumaq lazımdır? Xəstəlik düşdüyü anda nə etmək lazımdır? Hansı tədbirləri görmək lazımdır? Ondan bəhs edəcəm sizə. Əlavə bir neçə məsələ haqqında da toxunacağam bu videoda. Videoya başlamadan öncə çox xahiş edirəm. Videonun sonunda kanalımla bağlı, videolarımla bağlı bir açıqlama etmişəm. Çox xahiş edirəm sizdən o açıqlamanı mütləq izləyin. Yəni sona qədər izləyəsiniz deyə demirəm, amma mütləq o açıqlamanı izləmənizi tövsiyə edirəm. Mənim üçün çox vacibdir. Əminəm sizin üçün də vacib bir açıqlamadır. Keçək dostlar, toyuqların bu xəstəliklərlə qarşı nə etmək lazımdır, hansı tədbirlər görmək lazımdır ki, toyuqlarımız xəstəliyə yoluxmasınlar. Demək dostlar, mən əvvəllər də toyuqlara vaksin vurulmasına qarşı idim. İstəmirdim. Deyirdim ki, toyuqlarım tam təbii olsun, heç bir vaksindən istifadə etməyim, adi dərmanlardan istifadə edim. Amma təəssüflər olsun ki, bu insanda olan xəstəliklər kimi başqa heyvanlarda falan olan xəstəliklər kimi bu xəstəliklər də toyuqlara düşənlər də sanki elə bir mutasiyaya uğrayır. Yəni get-gedə dəyişilir. Məsələn deyirəm, bu gün xəstəliklər üçün elədiyimiz tədbirlər sabah artıq işə yaramaya bilər. Yəni sanki xəstəlik fərqliləşir, mutasiyaya uğrayırmı deyim, nə olursa fərqliləşir, artıq işə yaramaya bilər. Ona görə də hər zaman güncəl tədbirlər, güncəl nə etmək lazımdır, nə etmək lazımdır və burada gəlib çıxırıq H vaksindən. Uşaqlar, sizlərə tövsiyəm mütləq toyuqlarınıza H vaksini vurdurun. Əvvəl mən də tərəfdarı deyildim, amma artıq görürəm ki, buna vacibdir deyə bilərəm, artıq vacib bir şeydir. Çünki mənə YouTube'dan gələn suallardan artıq görürəm ki, deyirlər ki, toyuqlarımız qıqqıldayır, nə edək? Sonra toyuqlarımız yaşıllı, ağlı gedir. Bu saat mənə suallar gəlir. Görürəm ki, bunlar aktiv xəstəliklərdir hal-hazırda. Qıqqıltı, toyuğun ağlı yaşıllı getməsi, gözünün sulanması, burnunun ağzından su axması, daha sonra toyuğun qarnının ağ getməsi, yəni bu tip xəstəliklər görürəm ki, artıq artıb ki, mənə çox suallar gəlir. Bu saydığım, bütün sadaladığım xəstəliklərin hamısının vaksini H vaksinidir. Demirəm toyuqlarınıza H vaksini 100% qoruyacaq. Əlavə tədbirlər də təbii ki deyəcəm. Tək H vaksini ilə də olmur. Amma ilk öncə bu H vaksinindən başlamaq istədim. Demirəm toyuqlarınızı %100 qoruma kimi bir şeydir. Çünki uşaqlar, mən ətrafımda da müşahidə etdiyim qədərdən, yəni H vaksini vuran insanlarda belə bəzən xəstəlik düşə bilir. Amma necə də? Məsələn, deyirəm, 90%, 95%, hətta 90% də demirəm, 95% bu H vaksini toyuqlarınızı xəstəliklərdən mütləq şəkildə qoruyur. Amma indi təbii ki, hər şeydə olduğu kimi istisna hallar ola bilər. Ola bilər ki, vaksin vurduğunuz halda yoluxa bilər. Bu da nə deməkdir uşaqlar? Yəni əlavə tədbirlər görməmisinizsə ola bilər. Mən məsəl üçün 3 aydan bir bu H vaksini vurulmalıdır uşaqlar. 6 aydan bir də vura bilərsiniz. Amma xəstəlik dönəmlərində, yəni ətrafda xəstəliyiniz varsa 3 aydan bir vurmağınız daha məsləhətdir. Məsəl üçün mənim də bu saat kəndimizdə yenə xəstəlik var. Məsələn, mənimki dekabrın 17-si artıq 3 ay tamam olub. Yəni vurmalıydım, amma gecikdirirəm. Bu da problemdir. Amma bayramı yola verim inşallah. Bayramdan sonra hamısına vaksin vuracağım. İnşallah ki, ona qədər də bir şey olmaz. 3 aydan bir bu H vaksini vursun uşaqlar. Elə bil ki, toyuqları birinci deyim, doğru dildə desək, əlinizi qoyun qulağında bizlə yatın da. Yəni xəstəlik barədə çox cüzi ehtimal var toyuqlarınızın yoluxması. Bu da ki, artıq olacaqsa edəcək başqa bir şey yoxdur. Çünki demək olar ki, ən güclü tədbiri siz artıq görmüş olursunuz. Əlavə olaraq dostlar, toyuqları başqa nə kimi tədbirlərlə xəstəliklərdən qoruya bilərik? Demək, mən verirəm uşaqlar sirkəli su. Həftədə bir dəfə toyuqlarınıza sirkəli su versəz, bu çox xeyirdir. Bunun həmişə məndən miqdarı da soruşulur ki, neçə litr suya nə qədər sirkə qatmaq lazımdır. Mən sizə bunun miqdarını da deyim. Normalda uşaqlar hardasa bir 3 litr suya, belə deyim sizlərə, 3 litr suya bir armudu stəkan var, onun yarısından sirkə töksöz bəs eləyir. Amma məsəl üçün görürsünüz ki, qonumuzda, qonşunuzda, nə bilim məhlövünüzdə toyuqların arasında xəstəlik var. Onda məsəl üçün 3 litr suya bunu bir armud stəkan da eləyə bilər. İndi bəzi armud stəkanlar var, biraz böyük olur. Mən normal balaca armud stəkanlardan söhbət gedir. Bir armud stəkana qədər qaldıra bilərsiniz. 3 litr, 4 litr suya bir armud stəkan tökə bilərsiniz. Bunun çox tökməyin də xeyri yoxdur. Əlavə olaraq dayanmadan, necə deyim, bir neçə gün arxa-arxaya dayanmadan sirkəli su verməyin də
lazım deyil. Çünki bu mədədə turşuluğu artırır. Bu da toyuqların yumurtadan kəsilməsinə, əlavə olaraq mədə bağırsaq sisteminə də əgər arxa-arxaya verərsə mənfi təsirləri də olur. Yəni hər şeyin çoxu ziyan olduğu kimi bunun da çoxu ziyandır. Elə sirkə yaxşıdır deyib dayanmadan vermək çox məsləhətli deyil. Əlavə olaraq toyuqlarınız əgər sarımsaq yeyirsə, sarımsaq təbii antibiotikdir. Heyvanlarınıza verə bilərsiniz. Mən özüm şəxsən istifadə edirəm. Məsələn, bəzən oksitoskinli su da verə bilərsiniz. Və yaxud da ki, görürsünüz ki, tək-tək toyuğunuz xəstələnir. Məsələn, bir də görürsünüz ki, toyuqların içərisində o qədər toyuqdan bir dənəsi qıqqıldayır. Məsəl üçün, onun üçün gedib baytardan ümumi toyuqların hansına dərman almağa mən özüm şəxsən ehtiyac duymuram. Onda hansı dərmanlardan istifadə edirəm? Oksitetraskin istifadə edirəm, ultraseptol istifadə edirəm. Yəni bu toyuqlarda ümumiyyətlə qanadlı sinifi deyim də, toyuqdur, ördəkdir, hündüşkadır. Bunlarda çox yaxşı effektiv təsir göstərən dərmanlardan biridir. Mən onlardan istifadə edirəm. Orada da bir-iki fərəmiz var. Orada bir neçə zət də buraxmadı. Onları da istədim göstərim. Burada da odun peçimiz yanır. Toyuqların istiliyini bundan təmin edirik uşaqlar. Onu da istədim sizlərə göstərim. Dediyim kimi uşaqlar, H vaksini toyuqlarınıza 3 aydan bir vurmalısınız. Yəni vursaz daha yaxşı ola bilər, amma 6 aydan bir də vura bilərsiniz. Yəni ildə 2 dəfə də vura bilərsiniz. Daha sonra oksitetrasklerin ultraseptol tək-tək toyuq xəstəliklərində bundan istifadə edirəm. O burun axıntısıdır, sonra mədə bağırsaq problemlərinə bağlı şeylərdir. Yəni toyuğun qarnı ağ getməsi filan bağlı şeylərdir. Əgər toyuğunuz və yaxud da hündüşkanız, ördəyiniz nəyinsə qarnı yaşıllı, göylü gedirsə uşaqlar, bu artıq bir 70%, 80% ölümlə nəticələnən bir xəstəlik deyə bilərəm sizə. Çünki ondan biraz geri dönüş çətin olur da, belə deyim sizlərə. Onun 70-80% ölüm deməkdir. Hətta bəlkə də daha çox faiz ölüm deməkdir ondan. Toyuqlarımı mən bu şəkildə xəstəliklərdən qoruyuram. İndi inşallah ki, dediyim kimi istisna hallar ola bilər. Ola bilər mən vaksin vurmuşam, yenə mənim toyuğuma xəstəlik düşə bilər. Amma təcrübələrimi hal-hazırda sizlə bölüşməyə çalışıram ki, toyuqlarımı bu üsulla qoruyuram. Əlavə olaraq görürsünüz ki, baxın bu daşdamdır. Belə hər tərəfi bağlıdır. İçində də odun peçi yandırıram. Amma axşamdan axşama yandırıram. Mənim səhərlər, yəni gündüz vaxtı toyuqlarım çöldə olurlar. Bunu sual verənlər olur ki, bəs axşam, keçənki videomda sual verdilər ki, bəs tək axşam yandırırsan, gündüz çöldə. Uşaqlar, mən Aran rayonunda yaşayıram. Bizdə gündüzlər elə də soyuq olmur. Təkdə bir halda 10 dərəcənin altına düşər burada gündüz hava. Çox qışın, çox soyuq aylarında və yaxud da qar filan yağarsa, o da təkdə bir halda yağarsa olur. Genəldə bizdə uşaqlar 10 dərəcənin üstündə olur. Toyuqların yumurtlaması üçün də lazım olan temperatur 15 dərəcənin üstü olsa daha yaxşı olar. Ona görə də toyuqların da biraz köklüyünə filan diqqət edirsiniz. Bu çöldə, gündüz çöldəki o soyuq onlara elə də təsir eləmir. Əsas şaxta filan olanda da gecə vaxtı olur, soyuq olur. Onda da toyuqların yerində belə odun peçi yandırıram. İndi demirəm bura çox ot kimi olur, nə bilim qaynayır filan, amma istər-istəməz toyuqların yenə yerinin hərarətini alır da. Yəni şaxtaya düşmür. Yenə burada temperatur bir 15-20 dərəcə olur. Bu da toyuqlara bəsdir. Gündüz belə nazik odunlardan qoyuram. Axşam da məsələn gecə saat 2-də 3-də mən yatıram. Gəlirəm bu məsələn o kimi qalın odunlar var. Biraz da yaş olanda daha gec yanır axı. O odundan birini atıram. Səhərə kimi demək olar ki, orada közü qalır, istiliyi, hənərtisi olur. O da damın temperaturunun çox aşağı düşməməsinə bəs edir. Əlavə olaraq da burada işıq yanar, bu qədər toyuğun istiliyi filan. Yəni rahatlıqla bəs edir. Toyuqlarımın yeri elə də soyuq olmur. Bir də uşaqlar, xəstəliklərlə bağlı mən artıq deməyə də bir şey tapmıram. Çünki lazım olan bütün tədbirləri sizə dedim. Sirkəli su vermək xeyirdir, amma sirkəli su ilə dediyim kimi diqqət edin. Çox vermək də ziyanlıdır bunlara. Dalbadal veriləndə həm mədə bağırsağına ziyan verə bilər, həm də bağırsağına ziyan verməsə belə ən azından yumurtadan azalmasına gətirib çıxardacaq. Heyvanlarınızı bu tür şəkildə qoruya bilərsiniz. O dediyim açıqlamaya gəlim uşaqlar, o açıqlamanı da mütləq sizlərə etmək istəyirəm. Burada deyənlər olur ki, eyni sözləri çox təkrar edirsən və yaxud da ki, videoları çox uzun tutursan, sözləri çox uzun tutursan. Uşaqlar, mən məsəl üçün bu günlər nə video fikirləşmişəm, gəlmişəm bura ki, toyuq xəstəliklərinə bağlı danışacağam. Heç bir sözü tekst olaraq yazmıram, heç bir sözü fikirləşmirəm. Gəlirəm burada videonu başlayıram, ağlıma gətirirəm ki, mən toyuqlarımı necə qoruyuram, bu şəkildə qoruyuram və sizlərə bunu məsləhət olaraq danışıram. İndi insani olaraq hamımız bilirsiniz ki, acil siz özünüz götürün bir dənə videonu açın, nəsə haqqında, telefonu açın, video çəkməyə, nəsə haqqında danışın. Valla 2-3 dəqiqə danışın, sonda söndürüb video baxanda görəcəksiniz ki, nə qədər səhv eləmişsiniz, nə qədər 50 dəfə eyni sözləri təkrarlamışsınız. Bu istər-istəməz insanın aslı olmayan
olmayan bir şeylerdir. Bacardığım qədər sizlərə səliqəli şəkildə yaxşı videolar çəkməyə çalışıram. Amma bəzən görürsünüz ki, belə hallar ola bilir. Bunu da qınamıram ha. Yəni sevmirsinizsə, bəyənmirsinizsə izləməyə bilərsiniz, videomu izləməyə bilərsiniz. Yox, ümumiyyətlə ümumi danışığımdan xoşum gəlmirsə kanalıma bloka da ata bilərsiniz, qarşısına çıxmasın. Amma edəcək bir şeyim yoxdur. Yəni buna görə hər videomda durub mənim videomun altına yazmayın ki, ay sözləri çox təkrar edirsən, ay eyni sözü çox dedim, başım ağrıdı, gözüm çıxdı yerindən. Yəni edəcək bir şey yoxdur uşaqlar. Yəni sevmirsinizsə, bu artıq görürsünüz ki, mənim tərzimdirsə, siz bu tip mənim tərzimi xoşlamırsınızsa, kanalıma bloka ata bilərsiniz. Sonra deyənlər olur ki, niyə kənd xoruzu çox saxlamırsan, buraxma çox saxlayırsan. Məndə uşaqlar, orada da buraxma xoruzlar var, yanında da bir balaca dam var. Onları ayrı yedizdirəm deyə, onlar ayrı qalır. Uşaqlar, bilirsiniz ki, kənd xoruzu mənim 3 dənə var idi. Hal-hazırda biri də odur. Qalıb orada. Kənd xoruzum 3 dənə var idi. Amma təəssüflər olsun ki, onun biri hündüşkalarına savaşdı, yaralandı. Birini də ondan qabaq satmışdım ki, o biraz necə deyim, biraz cır idi deyini, onu çıxartmaq istədim içindən ki, ikisi var. Daldan da balaca xoruzlarımın içində də ikisi var. Onları da saxlayaram, eybi yoxdur. Bu birini kəsim. Onu kəsdim, sonra da hündüşkalar obrusunu döydü deyə o da çıxdı ortalıqdan. Yəni indi mənim hal-hazırda bir dənə kənd xoruzum qalıb. Amma balaca cücələrim, hansı ki daimi izləyicilərim bilər, o yanında hündüşka ilə bərabər böyütdüyüm cücələr var. Onların içində 2 dənə xoruz var. Biri Avstralobdur inşallah. Yəni tam olmasa da biraz qarışıq da olsa Avstralobdur. Biri də adi yerli kənd xoruzlarından biridir. Onu saxlayacağım. Zaten mənim xoruzum çoxdur uşaqlar. Yəni burada xoruz çoxdur. Buraxmaların heç birindən keçə bilmirəm. Ən böyük buraxmam budur. Digərləri də oradadır. 4 dənə də var. Bu ata olandır da, yəni ən böyük olandır. 4 də orada var. Buraxmaların heç birindən keçə bilmirəm. Bu da tam olaraq təmiz buraxma deyil uşaqlar, qarışıqdır. Zaten pipiyindən bəllidir ki, bu təmiz qan buraxma deyil. Kənd toyuğu ilə qarışıqdır. Amma demək olar buraxmanın bütün özəlliklərini daşıyır. Sadəcə biraz ayağı gödəkdir, bir də pipiyi buraxma kimi deyil. Amma yenə də saxlayıram onu. Mən bəyənirəm o xoruzu. Qalır xoruz. Yəni xoruzlarım da bu cürdür. Yəni bunu da irad tutmasa sevinirəm ki, sırf kənd xoruzu saxla, o nədir deyib bütöv hamısı buraxma. Vaz keçə bilmirəm buraxmalarını. İndi kənd xoruzu da əlavə 2 dənəsi də böyüyür. 3 dənə kənd xoruzu, 7-8 dənə də buraxma xoruzlar polunu bəsdə. Hələ keçə bilsəm onlardan biraz azaldacağam. Videomuzun mövzusundan biraz kənara çıxdıq, amma bunları da mütləq şəkildə sizlərə deməli idim. Əlavə yenə heyvan xəstəliklərlə bağlı, toyuqcuca xəstəliklərlə bağlı suallarınız olsa bunu aşağıda yorumlar qismində yazın. Mən sizə bunu deyəcəm və çəkməyimi istədiyiniz videolarda varsa çəkə bilərsiniz. Növbəti video ya lalördelər haqqında olacaq, ya da ümumi toyuqcuca biznesinə başlayanda sıfırdan başlayanlar üçün məsləhətlər adlı bir videom olacaq. Onu da sizlərə çəkmək istəyirəm. Yəni nə fikriniz olsa onu da yorumlar qismində bəlirtəyərsiniz, sizə çəkərəm. Sağ olun dostlar, salamat qalın. Videolarıma çox xahiş edirəm. Sona qədər izləyib like atmağı da unutmayın. Yorumlarınız da mənim üçün çox önəmlidir. Üzr istəyirəm. Təşəkkür edirəm izlədiyiniz üçün. Minnətdaram hər birinizə.